Salam uşaqlar. Demək, bu conjunction mövzusunu bilmək üçün birinci bağlayıcıların nə olduğunu, hansılardır, tərcümələr nədir, bunları əzbər bilmək lazımdır. Demək, söz birləşmələridir. Cümlələr arasında əlaqə yaradan vasitələrə biz köməkçi sözlərə bağlayıcı deyirik. Bağlayıcılar da özü tabesizlik və tabelilik bağlayıcılar olaraq bölünür, amma bu bizim üçün o qədər də əhəmiyyətli qayda deyil. Sadəcə biz lazımdır ki, biz əsas qaydaları bilək ki, məsələn, and nə deməkdir? Və deməkdir. And olanda həmişə xəbər məsələn cəm olur da. Yəni və and olanda həmişə iki mübtədəni bildirir deyə coffee və tea məsələn cəmi bildirir. Və ikinci bağlayıcımız məsələn both anddir. Həm də deməkdir. Heç vaxt inkar cümlələrdə işlənmir. Məsələn əsas qaydası budur. Sonra not only but also inkara oxşasa da uşaqlar bu inkarlıq bildirmir. Nəinki həmçinin deməkdir. Sonra neither nor nə də deməkdir. Bundan başqa bizdə no orada var ki, no orada var. Lakin bu birləşmə daxilində heç vaxt artikl işlənmir. Nə neither orada, nə də no orada. Demək, either or isə ya da deməkdir. Or yoxsa deməkdir. Əzbər əməli qaydalarda but amma ancaq deməkdir. Ziddiyyət bildirir. Whereas hərçənd ki mənasını verir. Sonra because-nun əz bir-birinə bağlı, yəni tərcüməsi eyni olan iki bağlayıcıdır. Variantlarda ikisini də görsəz, ikisini də düzgün cavab kimi götürə bilərsiniz və yaxud da ikisini də silə bilərsiniz. Amma because of isə görə deməkdir. Fərqləri nədir? Because-dan sonra uşaqlar cümlə gəlməlidir, amma because of-dan sonra söz və yaxud da söz birləşməsi gəlməlidir. Burada isə nümunəsinə baxsaz deyir ki, because of fine weather, yaxşı havaya görə biz ekskursiyaya getdik. Demək, so ona görə ki, nəticəni ifadə eləyir. Bundan başqa biz so ilə saç qaydasını zaten keçmişdik. So'dan sonra həmişə sifət zərf gəlirdi, saçdan sonra isə sifət isim gəlirdi. So zət isə ondan ötürü kimi bir məqsəd bildirir. Although baxmayaraq ki deməkdir. In spite, despite o da baxmayaraq ki deməkdir. Ziddiyyət ifadə edirlər. Fərqləri nədir uşaqlar? Although ilə zo özündən sonra cümlə istəyir, amma in spite ilə despite özündən sonra söz və yaxud da söz birləşməsi tələb edir. Bundan başqa bağlayıcılar dərsində nələr əzbər bilməlisiniz? Yəni burada bu qaydalar ilə bir qaydalar ki, inşallah bunları oxuyarsınız. Bir bilin ki, məsələn, why ilə başlayan cümlə for ilə bitə bilməz. Çünki niyə üçün olmur da? Sonra burada başqa bu dərsi biz sizlə öyrənmişdik. Demək, nöqtələrdən əvvəl canlı isim gələndə nə qoyurduq ora? Nöqtələrdən əvvəl canlı isim gələndə who, whom, whose qoyurduq. Who'dan sonra demişdik nə gəlməlidir mütləq? Feil. Whomdan sonra əvəzli, whosedan sonra isə isim gəlməlidir. Nöqtələrdən əvvəl isə uşaqlar məkan gəldikdə, məkan bildirən bir yer olduqda ora where qoyursunuz. Ya in which qoyursunuz, ya which qoyursunuz, ya that qoyursunuz. Amma qətiyyən in where, that in that bu formada ola bilməz də yəni. Bundan başqa would-da uşaqlar bağlayıcıdır. Amma bu bağlayıcıdan əvvəl adətən heç bir isim və ya vəzif gəlmir. Birbaşa feildən sonra gəlir. Əsas yəni necə deyə qaydası budur. Bundan başqa, yəni əlavələr də var buradakı. Məsələn, to also either-də, bunda bağlayıcıda həmçinin mənasını verir. Hardly-də, almost-da, near-də demək olar ki, təxminən mənasını verir. Yadda saxlayın ki, hardly inkar cümləni inkarlaşdıran bir bağlayıcıdır. Sonra neither nor-da, either or-da, not only but also-da xəbər həmişə ikinci mübtədə ilə uzlaşır. Yəni xəbərə yaxın mübtədə hansıdırsa onu uzlaşdırmalısan. Bundan başqa, yəni burada elə də böyük bir qaydamız qalmadı bizim. Sadəcə qaydaları mütləq şəkildə hamı oxuyur, əzbərləyir, tərcümə edir. Yəni çalışın qaydaları öyrənin, ondan sonra bağlayıcılar mövzusunun testini işləməyə başlayın.